Bana Lamia xanımla işləri yarmarkada. Bana Lamia xanımın işləri cüvyan gözəl, cüvyan. Hanlarda kalıyor? Грехтеси en Önünü rəngı. Очень красивый, да? Мы специально приехали из Узбекистана, вот по ютубу посмотрели, вот как раз мы туда из-за этой работы мы приехали. А было просто так заказался, я хотела просто посмотреть, что там. Вы никогда не были? Не первый раз. Ну и как вам? Bakıda 5-ci Kəlağayı festivalı keçirilib. Bugün biz buraya yığışmışıq Kəlağayı festivalına. Kəlağayının hər naxışı bir sir. Yumuşaq, yəni Azərbaycan qadının yeyəndə dərhal ondan imtina edir. Yəni ona yaxın durmur. İpəyin üzərinə belə bloklayırıq, düzdür, düzdür. Danışımda pambıq. Məsələn, burada şolkovu barxada, demək, ipəkli məxmərdən istifadə olunub, demək, Swarovski qaşlardır. Arxası da belə. Yəni çoxdur. Sonra bunu danışa bilərəm. Məsələn, bu təbii böcək qanadlarından hazırlanıb. Bəli. Bu Zlatka böcəyinin qanadıdır. Bu da Swarovski qaşlardır. Bu tikmədir. Burada ən dəyərli budur. Bunu bir aya hazırlamışam. Deməli, burada hamısı Swarovski qaşlardan istifadə olunub. Mən də ağac üzərində. Deyirəm ki, bax bu gözəl aksesuarları necə hazırlayırsınız? Qurudulmuş güllərdən, bitkilərdən hazırlanır. Müxtəlif məhsullara həkk edirik belədir. Aləmə oxumağa. Bu da nədir? Azərbaycanın gələcəyi. Gözəl Lamia xanımın gözəl əl işləri. Şedevrləri töküb yenə yaradıb.